Salam, hər birinizi xoş gördük. Gəlin bir anlıq düşünək. Hər səhər yuxudan dururuq, gözümüzü açırıq, amma bəlkə də əslində hələ də yatırıq. Bəli, bugün bizimlə birlikdə çox dərin bir mənəvi mətnə baş vuracağı, şuurumuzun təbiətini və həqiqi oyanışın əslində nə demək olduğunu anlamağa çalışacağıq. Baxın, sual ilk baxışdan çox sadədir, elə deyilmi? Amma bir saniyə durub özünüzə verin bu sualı. Siz həqiqətən oyaqsınız? Cavab verməyə tələsməyin. Çünki bu sual bizim gündəlik həyata baxışımızı, reallıq dediyimiz o şeyi kökündən sarsıda biləcək bir gücə malikdir. Və mətnin ortaya qoyduğu əsas fikir açığı insanı silkələyir. Deyir ki, bizim bu yaşadığımız həyat, bu gündəlik qaçaqaç, əslində dərin bir mənəvi yuxudan başqa bir şey deyil. Buna qəflət deyirlər. Ən təəccüblüsü isə odur ki, mənbəyə görə çoxumuz bu yuxudan yalnız öləndə oyanacağıq. Bir anlıq təsəvvür edin, bütün bir ömür yaşayırsan və son nəfəsdə oyanıb fərqinə varırsan ki, hər şey sadəcə bir yuxuymuş. Yaxşı, bəs bunun nə fərqi var ki? Yəni, yuxuda olmaq niyə bu qədər böyük bir problem olsun? Məsələ ondadır ki, bu qəflət yuxusu bizə ən vacib şeyi, bəşər olaraq əsl varlıq məqsədimizi unutdurur. Gəlin elə indi o unudulmuş, o böyük məqsədin nə olduğuna birlikdə baxaq. Baxın, bütün bu unudulmuş məqsəd bircə kəlmədə gizlənib. Xəlifətullah. Yəni, Allahın yer üzündəki xəlifəsi, təmsilçisi. Mənbəyə görə bizim əsas yaradılış səbəbimiz budur. Allah üçün canlı, parlaq bir güzgüyə çevrilmək. Onun ilahi sifətlərini, gözəlliyini, qüdrətini bu dünyada əks etdirmək. Yəni, düşünün, biz sadəcə yaşamaq üçün yox, onun yer üzündəki təcəllisi olmaq üçün yaradılmışıq. Nə qədər böyük bir missiya, elə deyilmi? İndi deyə bilərsiniz ki, bu çox uca, əlçatmaz bir məqsəddir. Amma əslində elə deyil, yol xəritəsi çox aydındır. Birincisi, özümüzə o güzgü kimi baxmağı öyrənməliyik. İkincisi və ən çətini, o güzgünün üstünü örtən dünya tozunu, yəni egomuzu, bitməyən istəklərimizi, bağlılıqlarımızı təmizləməliyik. Bax, bu təmizlik prosesi başladıqca, içimizdəki o ilahi keyfiyyətlər də oyanmağa başlayır. Və son məqsəd, sadəcə bioloji bir insan, yəni Adəm olmaqdan çıxıb, həqiqi mənada insanlığa, yəni Adəmiyyətə yüksəlməkdir. Bu, passiv şəkildə mövcud olmaq yox, şuurlu bir təkamül səyahətidir. Yaxşı, əgər yol bu qədər aydındıqsa, bəs bizə nə mane olur? Niyə o güzgünü parıldada bilmirik? Mənbə bu suala mükəmməl bir hekayə ilə cavab verir. Bu hekayə bizim hər birimizin içində gedən o böyük mübarizəni anladır. Gəlin, süvari və onun dəvəsinin hekayəsinə qulaq assaq. Deməli, bu hekayə bizim daxilimizdəki iki böyük qüvvənin savaşıdır. Bir tərəfdə Məcnun var. Məcnun bizim ruhumuzu təmsil edir. O uca, o ali istəklərimizi. O, sevgilisi Leylaya, yəni ilahi olana, həqiqətə doğru getmək istəyir. Digər tərəfdə isə onun dəvəsi var. Dəvə isə bizim nəfsimizdir, egomuzdur. Onun bütün dərdi-səri evdə qoyduğu balasının yanına, yəni bildiyi, öyrəşdiyi o dünyəvi rahatlığa, komfort zonasına qayıtmaqdır. Gördüyünüz kimi bu, hər birimizin içində gedən ruh və nəfs arasındakı o əbədi mübarizənin təsviridir. Və Məcnunun başına gələnlər bizim də başımıza gəlir, özü də hər gün. Mənəvi bir yola çıxmaq üçün böyük bir həvəslə, saf bir niyyətlə başlayırıq. Amma bir anlıq dalırıq, bir anlıq qəflətə düşürük, idarəni unuduruq, vəssalam. Məcnun necə ki Leylanın xəyalına dalan kimi cilovları boşaldır, biz də eləyik. Həmin an dəvə, yəni bizim o köhnə vərdişlərimiz, avtomatik pilotumuz dərhal fürsəti dəyərləndirir, idarəni ələ alır və bizi heç xəbərimiz olmadan geri, o isti, rahat amma bizi heç yerə aparmayan komfort zonamıza qaytarır. Nəticə? Tam bir faciə. 3 günlük yol olur 30 il. Məcnun hər səhər oyanır və görür ki, yenə dünən olduğu yerdədir. Baxın, problem səy göstərməməkdə deyil. O, daima hərəkətdədir, amma irəliləyiş sıfırdır. Çünki gecələr dəvə onu geri qaytarır. Mətnin bu cümləsi hər şeyi deyir. O, həmişə səfərdə idi, amma heç vaxt çatmırdı. Nə qədər acı, deyilmi? Deməli, problemi anladıq, bu mənəvi durğunluq, bu yerində sayma vəziyyəti, yaxşı, bəs çıxış yolu nədir? O dəvənin cilovlarını necə əlimizdə möhkəm saxlaya bilərik? Bu sonsuz döngünü necə qırmaq olar? Xoşbəxtlikdən mətn bizi cavabsız qoymur və çox aydın bir yol göstərir. Hər şey bircə andan başlayır. O anın adı yəqzədir, yəni oyanış. Bu nə deməkdir?
Bu sadəcə bir dəqiqə dayan, mən yuxudayam, mən qəflət içindəyəm dediyin o müqəddəs andır. Bax, bu dərk etmə olmasa heç bir şey başlamaz. Çünki bir problemin olduğunu qəbul etməyincə, onu həll etmək üçün addım atmazsan. Bu ilk və ən vacib addımdır. Yaxşı, oyandıq. Bəs sonra? Cilovları ələ almaq üçün nə etməliyik? Mətin bizə çox praktik bir üsul təklif edir. Daxili dünyamızın qapılarına keşikçi olmaq. Gözlərimiz bir qapıdır. Ora nəyin daxil olmasına icazə verdiyimizə diqqət etməliyik. Mənasız, zərərli görüntülərdən uzaq durmalıyıq. Qulaqlarımız ikinci qapıdır. Boş-boş söhbətlər, faydasız səs-küylə içərimizi doldurmaqdansa onu qorumalıyıq. Və ən əsası, qəlbimiz. Qəlbimizi dünyəvi nəticələrə, görəsən nə olacaq narahatlığına bağlamaqdan qorumalıyıq. Məqsəd həyatdan qaçmaq deyil, ona kölə olmamaqdır. Bu qapıları qorusaq, içərimiz də təmiz qalar. Əslində, bütün bu səylərin arxasında dayanan tək bir böyük məqsəd var. Qəlbi saflaşdırmaq, onu əsl sahibinə hazırlamaq. Çünki mənbənin də vurğuladığı kimi, qəlb Allahın müqəddəs məkanıdır, onun hərəmidir və ora ondan başqa heç nə, heç bir dünya sevgisi, heç bir qayğı buraxılmamalıdır. Qəlbimizi dünyaya bağlayanda, əslində o müqəddəs məkana yadları dəvət etmiş oluruq. Yaxşı, gəlin təsəvvür edək ki, artıq oyanmışıq, dəvənin cilovları da əlimizdədir və irəli gedirik. Amma bizi bu uzun və çətin yolda irəli aparan qüvvə nədir? Bizi nə motivasiya edir? Mətin bu mövzunu da işıqlandırır və motivasiyanın fərqli-fərqli səviyyələrini göstərən daha bir hekayə ilə bizi tanış edir. Deməli, bu hekayəyə görə insanlar Allaha 3 fərqli səbəbdən üst tuturlar. Birinci qrup, qorxduqları üçün ibadət edənlərdir. Onların bütün məqsədi cəhənnəm əzabından qurtulmaqdır, yəni təhlükəsizlik axtarırlar. İkinci qrup, bir şeylər ümid etdikləri üçün ibadət edənlərdir. Onlar cənnəti, oradakı nemətləri arzuluyurlar. Bu bir növ ticarətdir. Amma bir də üçüncü qrup var, sevənlər. Onları hərəkətə gətirən nə cəzadan qorxu, nə də mükafat həvəsidir. Onlar sadəcə və sadəcə sevdikləri üçün, sevginin özü üçün Allaha yönəlirlər. Və məhz bu üçüncü qrup, yəni sevənlər ən uca məqamda olanlardır. Onlara müqərrəb deyilir, yəni Allaha yaxınlaşdırılmışlar. Niyə? Çünki onlar hədiyyələrin arxasınca qaçmırlar. Onlar hədiyyə verənin özünü axtarırlar. Məhz bu yol, sırf sevgi ilə gedilən yol, əsl mənəvi oyanışa aparan ən qısa, ən birbaşa yoldur. Beləliklə, bu dərin təhlili yekunlaşdırarkən, gəlin o əsas suala qaydaq və onu özümüzə bir daha verək. Bəs sənin dəvəni, sənin nəfsini bu yolda hərəkətə gətirən nədir? Cəhənnəm qorxusu mu? Cənnət arzusu mu? Yoxsa qarşılıqsız, saf sevginin özü mü? Bir anlıq düşün. Hansı səyahət səni çağırır?